Durub danışır əşi minlərlə günah eləyib gedir həccə. Sən nə işi var? Sən özündən danış. Biri məsələn gəlir, tutaq ki, mənə deyir ki, mən namaz qılmıram, ancaq istəyirəm qurban kəsilirəm, kəsilirəm. O dükanların qabağında əgər satılırsa, o qurban deyir ki, o ət dələ belə. Salam aleykum şeyx. Və aleykum salam və rəhmətullah və bərəkatuh. Qarşıdan zilhicə ayı gəlir. O barədə suallar var. Sizə vasitələri. Əvvəla, bu düzdürmü ki, zilhiccənin ilk 10 gününün gündüzləri Ramazanın ilk 10 gününün gündüzlərindən daha xeyirlidir? Elhamdülillahi vaxtə və salatu və salamu alə məllə nəbiyyə və əmmə bə'd. Selamu aleykum və rəhmətullah və bərəkatuh. Elhamdülillah. Zilhiccənin günləri Ramazanın əvvəl 10 günü, Ramazanın axır 10 gecəsindən əfsəldir. Hələ rəy var. Hətta alimlərin çoxsu onu deyir. Çünki Allah subhanət hələ buyurur ki, وَلَيَالِ نَعْشِرِ Baxmayaraq gecədən gedir orada söhbət. Alimlərin çoxsu deyir ki, orada zilhiccənin əvvəl 10 gündən söhbət gedir. Lakin Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, yəni hər iki rəyi güclü sayır, münasib görür. Deyir ki, rahimehullah, bəli, Ramazanın axır 10 gecəsi ən əfsəl gecələrdir, gecələrin içində. Zilhiccənin əvvəl 10 günü, gündüzü, ən əfsəl gündüzdür, ən əfsəl günlərdir. Belə inşallah mənə gəlir ki, daha düzgün rəydir inşallah. Haqqa daha yaxındır. Çünki hərəsinin öz məqamı var. Bəli. Bildiyimiz kimi zilhiccənin ilk 10 günündə oruclar var. Və bu oruclar Ramazanın orucundan əfsəldirmi? Elhamdülillah. O ki, qaldı oruclara, gəlməyib ki, Peyğəmbər sallallahu aleyhi ve sellem ona belə tutub onu, o barədə. Amma ümumən zilhiccənin əvvəl 10 günü hansı əməl edilsə, Allaha ən sevimli əməldir. Necə gəlib hədisdə, Peyğəmbər sallallahu aleyhi ve sellemdən. Ona görə bu 10 günü kim hansı salih bir əməl görsə, orucun daxildir ona. Elhamdülillah, əlbəttə, əcri böyüdür və Allaha ən sevimli əməldir. Və əgər qul da bilsə ki, Allah bunu sevir, eləyəcək onu. Onlardan da, əməllərdən də biri orucdur. Yəni, tutmaq olar. Lakin tutursan 9 günün. Çünki 9-cu günü Ərafadır. Kim həcdə deyilsə, zilhiccənin 9-u yaşadığı yerdə zilhiccənin 9-udursa, o günü sünnədə gəlib orucdur. Oruç tutsun, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, Arafa orucu, Arafa gününün orucu bir il keçmiş və bir il gələcək günahları yuyur, yəni kiçik günahları. 9 günün tuta bilər. Kim istəsə 3 günün tutsun, kim istəsə 5 günün tutsun, azaddır. Kim istəsə tutmasa və yalnız 9-u tutsa, o da səhihdir. Lakin salih əməlləri ümumən çoxaltmaq gözəldir bu günlərdə, bəli. Həmçinin şeyx, siz zikr ediniz ki, bu günlərdə oruç tutmaq əfsəldir. Bəs başqa hansı xüsusi əməllər var bu 10 gün üçün? Sahabələr, Peyğəmbər əməl eləmişdir. Hansı əməl olursa olsa salih əməllər, hamısı daxildir. Orucluqda, həc, ümrə, hansı əməl olursa olsun, salih əməllər. Sədəqə vermək, məsələn, elm öyrənmək, dəvət eləmək, dəvəti çoxaltmaq, dua eləmək, hansı salih əməllər hamısı daxildir buna. Valideynə daha çox diqqət eləmək, valideynə. Bütün salih əməllər daxildir, bəli. Bayram zikirləri nə vaxtdan başlayır və nə vaxtacan davam edir? Və zikirlər hansılardır? Əslində bayram zikirləri başlayır, deməli, bayram gecəsindən ta bayramacan və bayramdan da əlavə biz bilirik ki, Qurban bayramı orucluq bayramından fərqlənir. Çünki orucluq bayramı bir gündür. Amma Qurban bayramı bayramın günündən əlavə 3 gündə davam edir. 3 gündə davam edir, ona görə təkbirlər davam edir, ta bayramdan sonra 3 günəcən təkbirlər də davam edir, yəni zikirlər. Əsas da zikir hansıdır? Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Vallahu Ekber,
Allahu Ekber və lillahil hamd. Yəni əsas bu zikri edin. Daha çox yer ayırın bu zikrə. Elhamdülillah. Yəni bayram gecəsindən, yəni 9-u gecədən, 10-u keçən gecədən, 9-u axşam, 10-u bayram zilhicə qəsd olunur tarixi. 11-i, 12-si, 13-cü günü məğrib namazınacan davam eləyir. Amma qaldı ki, belə də rəy var ki, zilhicənin birindən də etmək olar bu zikri. Belə rəy var, bəli. Həccə vurğuladınız, şeyx. Həccə getməyi vacib edən şərtlər hansılardır? Yəni, nələr sənə tamamlansa artıq vacibdir, sən həcc edəsən. Bilirsiniz, həcc böyük ibadətlərdən biridir, lakin hamına fərz deyil. O kimə fərzi, kimin imkanı var. Həm sağlam cəhətindən, sağlamlıq cəhətindən, həm də maddi cəhətdən. Çünki həcc biraz pul istəyir. Yəni, ora gedən imkanlı adam olmalıdır. Yəni, əgər əsas bu iki həm sağlamlığı cəhətinə, həm maddi cəhətdən əgər vəziyyəti yaxşıdırsa, həcc ona fərzdir. Bəli. Tutaq ki, bir nəfər bir dəfə həccə gedib. Bəli. Və artıq onda imkan var ikinci dəfə həccə getməyə. İkinci həccə getmək istəyir. Sadəcə düşünür ki, həccə gedim, yoxsa başqa hansısa xeyir əməllər var, məşhur olan kasıb, əfat kasıbları hamısına yaxşılıq eləməliyəm, əgər vaxt qalsa sonra həccə gedərəm. Bilirsiniz, həccə gedən adam deməli kasıblara da yardım eləyir. Çünki yenə dedik, həccə getmək bu maddi cəhətdən imkanlı adam olmalıdır. Bu imkanlıdırsa, bu kasıblara da kömək eləyir. Hər ikisini cəm eləmək lazımdır. Və kasıblara bir dənə həcc vaxtı lazım deyil kömək eləmək. Kasıblar il boyu kömək olunur. İl boyu. Əgər biz hələ yanaşsaq ki, yox, mən gedməyim həccə, kasıblara verim və kasıblar da daimi olacaq. Onda elə çıxır ki, mən həccə heç vaxt gedməyəcəm. Həmçinin də, qardaşlar, məsələn, o adamın şəxsi işidir. Məsələn, biri imkanı var, şəxsi işidir. Mən ona deyəm mənəm ki, sən gedmə daha həccə, yardım elə kasıblara. Mən ona deyəm mənəm, çünki o özünün şəxsi işidir. Kim ki belə yanaşır, yox, gedməsin həccə. Yardım, onda elə onun özünə deyək ki, sənin evin var, sənin maşının var, saat, məsələn, bahalı maşındırsa sat, bir dənə ucuzunu al, qalanları kasıba ver. Hələ deyən adamlara. Və ya məsələn, 5 otaqlı evindir və ya villon var. Saat, 1 otaqlı, 2 otaqlı al. Başqalarını ver kasıblara. Hələ başlayaq səndən. Gəl səndən başlayaq, hələ adamlar. Bunlar şeytani fikirlər damısı. Bəziləri də allanırlar belə fikirlərə. Bəziləri allanırlar. Yəni, onlar əslində İslamdan uzaqlaşdırmaq istəyirlər insanları. İbadətdən, Allahdan, şeytana tabi eləmək istəyirlər. Ona görə başlayırlar bu cür avamlar da, bu cür sırava insanlar, bu cür fikirlərə meyil eləyəndir. Deyir, yəni, kasıb, imkansız adam deyir ki, düz deyir də, mən burada kasıbam, bu həccə gedir, 50-ci dəfə. Düz deyir də, hələ düzgün deyil. Onlar sadəcə qəsdən belə fikirləri yayırlar ki, insanları ibadətlərdən uzaqlaşdırsınlar, dindən uzaqlaşdırsınlar. Həccə gedən adam yardım da eləyir. Bir dənə həcc vaxtı yox, il boyu. Onlar sadəcə İslamdan xəbərləri yoxdur. Çünki İslamda ayrıca yardım məsələləri, o ayrıca böyük bir məsələlərdir. İslamın şərtlərindən biri zəkatdır. İllik gəlirdən 2% yarımını çıxartmaq. Hələ mən sədəqədən, nəzirdən, kəffarə və s. onlardan danışmıram. Hamısı ki, hamısında imkansızlar nəzərdə tutulub. Sadəcə millət biraz ola bilsin marifləndirmə zəif, dini cəhətdən zəifdir. Ona görə bəzi şeytanlar, şeytana qulluq eləyənlər, onlar istifadə edirlər avam cəmaatlardan. Cəmaatın bilməməzliyindən deyirlər, həccin hoş gedir, versin də, qardaş, o onun öz işidir. Mən sənə deyəm, mən sənə deyəm, deyəmərəm, sat maşınımı ged, bir də ucuz maşını al, cəmaatın, o sənin öz işindir. Amma mən məsələn gedmək istəyirəm həccə, ibadətdir. Sələflərdən gəlib 50 dəfə, 60 dəfə həcc eləyən olub. Yəni, mənim imkanım var, gedirəm. Sən öz işindir və salam. Sən durub cəmaatı deyinə, həccə gedmə, kasıblara ver. Kasıblara bir dənə həcc vaxtı verilir. Yox, kasıblar il boyu verir. Onlar sadəcə dindən xəbərləri yoxdur ki, maliyyə tərəfdən din ayrıca bir mövzudur, onlar hamısını bölüb.
Aydındır? Aydın. Bəli bu. Həmçinin bəziləri deyir ki, min cür əməllər edirlər, sonra da həcə gedib təmizləndiklərini zənn edirlər. Sual budur ki, bəs əslində həc məhz insanların təmizlənməsi üçün deyilmi? Ümumiyyətlə bilirsiniz, hələ lazım deyil. O özlərinin, o deyən adam nə demək istəyir ki, yəni? Min cür əməl eləyib. Birinci sən saymısan, yəni. Düzdür, indi misal kimi deyir. Bəlkə 5-dən eləyib. Bəlkə 3-dən, 1000 dənə daha elə də yoxdur. İnsan onsuz da günahkardır. Günah əhlidir. Bunlar hamısı fürsətdir insanların təmizlənmək üçün, insanların dəyişilmək üçün. Çünki həc biz fikir veririk ki, elə bir ibadətdir ki, necə ora böyük günah sahibi, böyük günah adam getsə, qaydanda o dəyişiklik hiss edirsən onda. Həc insanı təsir eləyir. Oradakı o mənzərə, oradakı ibadət, oradakı o əziyyət, səfər insanı təsir eləyir və insan ümumiyyətlə təbiətindən belədir ki, hərdən çıxmalıdır. Özdə bu səfər, ibadət səfəridir. Təbii ki, təsir eləyir ona. Təsir eləyir, durub otur girən, heç namaz qılmır. Heç namaz qılmır. Bəlkə də heç bir dəfə ömründə zəkatdan danışmıram. Bəlkə də sədəqə verməyib. 1 manat. Durub danışır, əşi millərlə günah eləyib gedir həccə. Sən nə işi var? Sən özündən danış. Bax, belə daha sözlər var cürbəcür. Belə adamlar var. Belə adamlar var, otururlar. Özləri bir şey deyil, durub başqalarından danışırlar. Həccə gedir, əlhamdülillah, qoy geçsin. Biri məsələn gəlir, tutaq ki, mənə deyir ki, mən namaz qılmıram, ancaq istəyirəm qurban kəsin. Deyirəm, kəs ki, nə? Mən namaz qılmıram, tutaq ki, oruç deyirəm, tut ki, nə? Çünki yaxşı əməl səbəb olur. Pis əməl də pis əmələ. Əgər insanlar yaxşı əməllər edirlərsə, biz onların üçün məhrum eləyək. Yaxşı bir insanın dəyişməsi, o deməkdir ki, cəmiyyətdə bir adam dəyişdi. Cəmiyyət necə islah olacaq? İslah eləmək üçün də insanı ancaq Allaha imandır, ibadətlərdir. Başqa cür insan necə islah olacaq? Onlar başa düşmürlər, onlar belə fəhmlərdən, belə baxışlardan uzaq insanlardır. Onlar qəflətdə yaşayıblar və yaşayırlar hal-hazırda da. Sadəcə şeytanlar da, şeytana qulluq eləyənlər, onların bu cür avamlığından istifadə eləyir. Budur məsələ, xülasə. Bəli. Qurban kəsən adam necə niyyət etməlidir? Bilirsiniz, niyyət insanın qəlbində olur. Sözlə demək lazım deyil. Niyyət insanın qəlbində. Əgər bir insan gəlib qurban kəsdirməyə, niyyəti məsələn tutaq ki, onun və ailəsinin adındandır. Artıq niyyət var. Qurban kəsilir. Əsas niyyətdir. Bir də heyvanı kəsəndə də təcrübəli adam olsun. Heyvana əziyyət verməmək üçün. Din, İslam dini rəhimli dindir, rəhmətdir. Allah adım başlayanda əsas bu isimlərlə başlayıb. Bismillah, Ar-Rahman, Ar-Rahim. Allah rəhimlidir hamısına. Və ona görə əsas niyyət bilməkdir. Sən bilirsən ki, bu qurban nəyə görə kəsilir, deməli niyyət var və salam. Kimlərə qurban vacibdir? Qurban vacibdir, yenə qayıdır bu məsələ maliyyə tərəfinə, maliyyə tərəfindən baxılır. Kimin imkanı var? Bir məsələ var da, məsələn, kimin imkanı yoxdur, tutaq ki, borc alır. Borc alan adam lazım deyil qurban kəsmək, sənə fərz deyil. Ne üçün? Çünki ola bilər sən qurbanı kəsəsən, Allah pis vəziyyətdə qalasan. Və ya birinin məsələn 10.000 pulu var, deyir mən həccə gedirəm. Ona fərz deyil o hələ. Çünki ne üçün? Həccə gedəndə sənin evdə də imkanın olmalıdır. Yəni İslam belə deməyib ki, axır pulumu ver ibadətə, kasıb qal. Sonra pis vəziyyətə düş. Özün, ailən. Ona görə kim gedir? Kim gedir və maliyyə cəhətdən sıxıntıya düşmür. Kim qurban kəsir, maliyyə cəhətdən sıxıntıya düşmür. O hələ adamlara vacibdir, fərzdir. Bəli. Bir nəfər neçə qurban kəsə bilər? Say yoxdur, əlhamdülillah, say yoxdur. İstəyir biri 100 dənə kəssin. Necə Peyğəmbər sallallahu əleyhi və səlləm eləyib bir neçə dəfə belə. Kim istəyir, say yoxdur. Yəni az aydındır ki, biri. Kim istəyir 5 dənə kəssin. Azadsan. Bəli.
Hansı heyvanlardan qurban kəsilə bilər? Qurban kəsilən təbii ki, müəyyən heyvanlardır. Başlayır böyük heyvan dəvədən, dana, camış da daxildir bura, qoyun və keçi də daxildir. Əsas bu heyvanlardan kəsilir qurban. Bəli. Qurbanlara demişkən, burada bir sual var ki, keçi ilə camışdan qurban kəsmək olarmı? Olar, bəli. Həmçinin soruşlar ki, dişi qoyundan qurban olar. Əslində yoxdur dəlil ki, qurban erkək olmalıdır heyvan. Erkək olmalıdır, yoxdur öyle şey. Sadəcə insanlarda belə fikir, bilirsiniz, qabaq bolşeviklər, lənəhumullah, bolşeviklərin vaxtında olan vaxtında şəkillər var idi. Gör ki, İbrahim uşağı kəsmək istəyir, İsmaili qoyunlar göydən düşür və ya qoçlar belə. O şəkillərdə həmişə qoç göstərildi, qoç kimi heyvan, qoyun. Ona görə insanların zehnində qalıb ki, erkək olmalıdır heyvan. Ona dəlil yoxdur şəriətdə. Dişi heyvan da olar kəsmək. Bəli, dişi də kəsmək olar. Fərqi yoxdur qoyun və ya keçi və ya dana və ya dəvə erkək olsun və ya dişi. Fərqi yoxdur. Bəli. Aydın. Yaş hədləri var amma onların. Elhamdülillah, təbii ki, yaş hədləri var. Ən azı qoyunda 6 aydır. Ən azı. Keçidə 1 ildir. Danada 2 ildir. Dəvədə də 5 il. Yaş həddi bu da ən azı. Bəli. Əgər Ərəfə orucu 5-ci və yaxud da 6-cı günə düşərsə, əməl olunsun yoxsa? Elhamdülillah, bilirsiniz, səbəbli oruclar tutmaq olar. 5-də, 6-da, bazarda. Səbəbli. O bəyənilməyən nədir? Səbəbsiz yerə, xüsusən o günləri ayrıca tutmaq. Məsələn, yalnız 5-ci günü tutmaq, yalnız 6-cı günü. Amma tamamlı tutursan, o da keçir. Burada da səbəb var da. Məsələn, ola bilər aşura orucu, ərəfə orucu və ya hər ayın 13, 14, 15-i düşsün 5-ə, 6-ya. Tutmaq olar. Bəli. Həmçinin bəziləri deyir ki, Quranda qurban kəsməyə dəlil yox. Yox. Bilirsiniz, birinci insanları belə tərbiyələndirmək lazım deyil ki, ancaq Quranda nədir odur yox. Şəriət nədir? Quran və sünnə. Ola bilər, Quranda yoxdur, sünnədə var. Sünnədə vəhdir. Allah Subhanahu taala buyurur ki: "Və men yantiqu anil hava." Yəni Peyğəmbərdən sallallahu əleyhi və səlləm danışır ki, Peyğəmbər sallallahu əleyhi və səlləm danışığı havadan deyil. "Və men yantiqu anil hava in huwa illa vahyun yuha." Onun danışığı da vəhdir. Sünnə də vəhdir. Ona görə. Birinci Quran var Quran. Birinci qurban kəsmək Quranda var. Allah Teala buyurur ki: "Fasalli li rabbika vanhar." Yəni namaz qıl və sonra kəskinə, yəni söhbət qurbandan gedir. Namazdan sonra kəsilir ona görə. Amma qaldı ki, sünnədə onu təfsilat verib ki, təyin eləyib hansı gündə o, təyin eləyib hansı heyvandır, təyin eləyib necə kəsilməsi və s. Bəli. Qurban haqqında suallar çoxdur. Qardaşlar çoxsu saçılarda mövzuda. Həmçinin onlardan biri gəlir ki, qurbanı Zilhiccənin birindən alıb, məsələn, heyvanı alır Zilhiccənin birindən, həmin vaxtdan niyyət eləməlidir, yoxsa niyyəti tam nə vaxt başlamalıdır? Yox, niyyət. Şərt deyil Zilhiccənin biri olsun. Sadəcə, ümumən, hamı bilir ki, mən məsələn hazırlaşıram qurban kəsməyi, məsələn. Onda orada bir məsələ var. İndi olub siz soruşacaqsınız. Var suallar. Dırnaq kəsməyi və s. Əgər sən bilirsənsə ki, qurban kəsəcəksən, Zilhiccənin birindən, müsəlman ayından söhbət gedir, birindən ta qurbanı kəsənəcən. Dırnaqdır, saçlı götürmürsən. Elə bir ki, özü oxşadırsan həcdə olanlara, ehramda olanlara. Lakin bu fərz deyil. Birdən tutaq ki, sən götürsən dırnağından, saçından götürsən, qurbanın səhihdir. Sadəcə bu müstəhəb əməldir. Bu gəlib sünnədə. Amma birdən tutaq ki, fikrimdə yox idi. Məsələn, gəldi Arafa günü orucu tutdum, sonra bir imkanım düşdü. Fikirləşdim, mən də kəsim. Kəsə bilərsən. Aydındır? Aydın. Həmçinin belə bir sual verilir ki, övlad öz ailəsi ilə birlikdə yaşayır. Yəni valideynləri ilə. Bir mənzildə bir ailə yaşayır, belə deyək. Həmin o mənzilin adına bir heyvan kəsmək olarmı? Olar. Yəni ev yiyəsi ata gedir.
Evdə böyük atadır. Hə. Ata kəsəndə sadəcə niyyətində nə olur? Niyyətində olur ki, mənim və mənə aləmin adından. Qurban əli kəskinən. Niyyət eləyəndə niyyətində olsun ki, bu mənim və aləmin adından. Onda savab hamısına gedir, hətta ölənlərə. Bəs burada belə bir sual ortaya çıxır ki, həmin o kəsiləcək qurbanın məbləğinə biraz ata, biraz övlad ikisi Yox, qoyunda şərik olma olmaz. Şərik sayılır. Amma atı götürsün övladın pulundan. Çünki övladın pulu atanındır. Ata gəlib övladın pulunu götürə bilər. Haqqı var. Götürsün övladın pulundan qoysun, kəssin. Amma başqasından götürməsin də. Yəni başqasından şərik olma olmaz. Məsələn, deyə bilər, gəl qoyun kəsirik, keçi, gəl şərik ikimizə kəsirik qurban. Yox, danada olar. Biri də dəvədə. 7 nəfərəcən. Ən çoxsu 7 nəfər. Məsələn, adam var, 3 nəfərdir, kəsirlər bir dənə dana şəriklə. Olar. Amma ən çoxsu 7 nəfərəcən yığışıb dana, dəvə kəsə bilərlər. Amma qoyundur, keçidir, orada şərik olmaz. Bir nəfər. Bəli. Bu, onda ailəyə də daxildir. Məsələn, bir ailədə... Əgər ayrı yaşayırlarsa, ayrı kəssinlər. Yox, əgər bir yerdədirlərsə, yəni pullar bir xərclənirsə, ata kəssin, ata. Sadəcə ata götürsün övladın pulundan, götürüb kəssin. Başqa bir sual var, bu başqa bir ailə. Adi bir ailədir, ərdir, yoldaşıdır və övladıdır. Və hər üçü işləyir, üçü birləşib bir dənə qoyun kəsə bilməzlər. Yox, kəsə bilərlər, onlar bir, yəni xəzinələri bir daxı, yəni bir yerə qoyurlar pulu, bir ailədə, onda bir şey yoxdur, kəsə bilərlər. İstəyir, hər kəs ayrı kəsə də bilər, imkanlarına baxır. İmkan az olsa? Heç də olmaz, biri hələ valideyn kəssə bəsdir. Valideyn kəssə, niyyətində olsa ki, mənim və mənə aləmin adından bəsləyir. Müsəlman öz qurbanını kəsməyi kiməsə həvalə edə bilər? Bəli, həvalə eləmək olar. Həvalə eləmək olar ki, bəli, sən mənim adımdan kəsdir. Hələ olar. Bəli. Həmsinin bu şərik qurban kəsməyi barədə söz düşmüşkən, danada şərik olanlar bəzən görürsünüz, kəsənəcən şəriklidir. Kəsəndən sonra bölüşdürmək məsələsində bəzi mübahisələr olur. Orada nə nəsiyyət eləyərdiniz, necə eləsinlər bunu? Elhamdülillah, nə üçün mübahisə olur ki? Ətin hansı hissəsi kim götürəcək? Əti doğrasınlar, qarışdırsınlar. Kimə nə düşər, düşər. Hələ deyil, biri məsələn deyir ki, mən ətin yumuşaq yerinə, birinə sümüklü yeri düşəcək. O da düzgün deyil axı. Əti kəsin, doğrayın, qarışdırın. Oradan da hər kəs öz payını götürsün. Bəli. Bir neçə nəfər, 15 nəfər də olur, 20 nəfər də olur. Bir şəxsi həvalə edir ki, sən bizim qurbanlarımızı kəs. Bu gördüyü işə görə zəhmət haqqı ala bilər və yaxud da özü istəməsə, versələr qəbul edə bilər. Eləyə bilər, ehtiyaclıdırsa. Ehtiyaclıdırsa, Çünki yenə bu da işdə ayrıca işdir. Çünki məsələn, gedmək lazımdır qəssabı yanına, gözləmək, bölmək, paylamaq. Bu da işdir. İndi ehtiyaclıdırsa, məsələn, iki qurban kəsdirən nəsə versə götürə bilər. Ehtiyaclıdırsa. Yox, ehtiyaclı deyilsə, götürməsə daha yaxşıdır. Çünki salih əməllərdəndir də o. Qurban kəsmək, onu paylamaq kasıblara. Kimsə sevindirmək. O puldan daha yaxşıdır. Bəli. Bir nəfərə qurban kəsmək həvalə edilib. Qurbanın da qiyməti ortalama bəllidir. Lakin o həvalə olunan insan gedir başqa yerdən ucuz qoyun tapır və kəsir. Artıq qalan pulu özünə götürə bilər. Bəyənilmir elə şey. Bəyənilmir. Məsələn, tutaq ki, mən pul vermişəm. Mən istəmişəm ki, yaxşı heyvanın pulunu vermişəm. Sən də gedirsən, tutaq ki, ondan zəif bir heyvanı alıb kəssən, ya düzgün deyil o. Düzgün deyil. Qurban kəsəndə nə deyilir? Heç də bismillah. Allah ekber də demək olar. Bismillah. Əsas bismillahdır. Həmsinin aktual suallardan biri ki, qurban kəsən mütləq namaz qılan olmalıdır. Əsas müsəlman olsun. Əsas müsəlman olsun. O ki, qaldı namaz qılan, təbii ki, əfsəldir namaz qılan. Ümumiyyətlə, müsəlman namaz qılmalıdır. Lakin birdən elə olsa, namaz qılmır, amma müsəlman da özünü nisbət edir İslama və s. Və kəsməyi bacarırsa o, mən sən namaz qılam, kəsə bilmirəm. Mən kəssəm, əziyyət verəcəm heyvana. Qoy o kəssin. Aydındır? Aydın. Qurbanın düzgün bölüşdürülməsi necədir? Şəriət o barədə dəqiq bir məsələ deməyib. Yəni, bir hissəsini özünə götür, bir hissəsini payla. Hamısını özünə götürsə yenə sayılır.
Hamısını paylaşsam da yenə sayılır. Yəni o barədə dəqiq, ona görə bəzən sahabələrdən, tabiinlərdən, alimlərdən belə fikirlər var. Məsələn, düz deyəndə 7 yer məşhurdur, 7 hissəyə bölürsən. Ancaq belə 3 hissəyə də bölə bilərsən, 5 hissəyə. O baxır, bilirsiniz, cəndəyin böyüklüyünə, kiçikliyinə. Məsələn, elə bir resi var, kəsir məsələn 30 kilolu. Məsələn, qoyunda 30 kilo gəldi. Hə, ondan 7-yə 10 payda eləyə bilər. 15 payda eləyə bilər. Bu qayıdır, bilirsiniz, qayıdır cəndəyə, qayıdır insan özünə. Nə qədər istəyir? Yenə deyirəm, dəqiq bir şey yoxdur o barədə, səhih Quran sünnədən. Bəli. Həmçinin sonuncu sual, Ərəfa günü nədir və fəziləti nədir? Ərəfa günü Zilhiccənin 9-udur. Həc vaxtı, o məqam, o yer, həccin əsas şərtlərindən biridir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurub ki, Əl-Həccu Arafa. Həcc Arafadır. Yəni Ərəfaya çatdın, həccə çatdın. Ərəfaya çatmasan, həccə çatmırsan. Və ən böyük məqamdır, yəni həcc vaxtı. Ən böyük ibadət yeridir. Çünki səhərdən axşama zaman orada yanıb Allaha dua edirsən. Bəli, Peyğəmbər sallallahu əleyhi və səlləm deyib ki, fəzilətli gün olduğuna görə deyib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm o günün orucu həcdə olmayanlar üçün. O günün orucu bir gün oruçdur. Bir il keçmiş və bir il gələcək günahları yuyur. Bir il keçmiş və bir il gələcək günahları yuyur. Bu Ərəfa günündədir. Amma bir məsələyə də istəyirəm toxunum. Məsələn, qiymət danışmaq söhbəti. Qiymət danışmaq. Bunda səhv olunur çox vaxt. Məsələn, gəlir qurban kəsən adam. Qəssaba deyir ki, mən qurban kəsmək istəyirəm. Qəssab deyir ki, bax, başlayır ki, sən mənə neçə verəcəksən ətin kilosun. Məsələn, deyir 10 manatdan, məsələn. Qəssab kəsir, ölçür, sonra başlayırlar pul haqq-hesabını eləməyə. O da düzgün deyil. Pulu haqq-hesabın elə bitsin, sənin mülküvə keçsin, o qoyun, heyvan. Ondan sonra deyinə kəs. Ondan sonra kəs. Birdən məsələn çox fərq oldu. Az, çox. Məsələn, artıq verə bilərsən, o heç. Amma əsas odur ki, kəsməmişdən qabaq sənin mülküvə keçsin. Artıq o heyvan sənin olsun. Çünki haqq-hesab olmayıbsa, hələ sənin deyil, o qəssabındır. Ona görə o bayram günü qəssaba yazılır savab. Hamısını o kəsdi. Aydındır. Ona görə bu məsələlərə diqqət edin. Pul söhbəti elə ölçə bilərsən. Diri ikən. Diri ikən qoy tərəziyə, deyinə, bu neçə kilo olar? Məsələn, 40 kilodursa, deməli, heç olmasa bir 20 də olmasa 19 yarımdır kilo əti. Təxmini deyinə, vəssalam. Təxminə deyirsən ki, bu 150 kilo gələr. 150 kilo pulun danışsan, bu qədər qiymətlə danışdıq, artıq bu mənimdir. Kəsindir. Aydındır. Sən mülküvə keçsin sonra. Əks halda sən ki, eləyirsən, sənin deyil elə, sonra deyirsən, pulu danışarıq deməli, kəsəndən sonra, onda sən ət alırsan. Elə bir ki, ət alırsan sən. Aydındır. Ona görə qurbanı kəsməmişdən qabaq qiymətini danış, artıq sənin mülküvə keçsin, sənin olsun o. Ondan sonra kəsdir. Bəli. Həmçinin qəssabların mağazalarına qalanı keçəndə belə bir şeyin şahidi oldum. Hazır seçilmiş qurban ətləri satırlar. Bilməyən cəmaət da gedir, deyir, qoy mənim evimdə də qurban əti olsun. 1 kilo, 2 kilo pulun verir, qurban əti alır, gəlir evə. O dükanların qabağında əgər satılırsa, o qurban deyil ki, o ət də elə belə. Nə olsa kimsə qurban əti satmaq olmaz. Hətta qurban kəsəndə onun başın ayağın satmaq olmaz. Dərisini satmaq olmaz. Yəni qurban kəsən adam. Tutaq ki, mən verirəm başın ayağını, tutaq ki, dərisini qəssaba, qəssab sata bilər. Amma o mənimdir axı. Mənimdirsə, mən onu sata bilmərəm. Ona görə hələ düzgün deyil. O qurban sayılmır, o kim ki o satır, o ətdir, sadəcə ətdir. Aydındır. Aydın. Allah razı olsun. Bu qədər. Assalamu aleykum, rahmetullah.